Hədsiz kontrol edən və daimiliyə can atan qadın adətən uşaqkən evdə daima xaos təcrübəsi olan uşaqdır. Çünki o bilmirdi ki, indi hansı valideynlə rastlaşacaq. 5 dəqiqə bundan qabaq xoşbəxt olan, sonra qışqıran, bir neçə gün maraqlanan, qayğı göstərən, digər günlər isə tamamilə soyuq və tərk edən. Ona görə də o əgər hər şeyi kontrol etsəm, beləcə ağrı hiss etməyəcəyimi öyrənib. Beləcə hədsiz sərbəst, hədsiz məsuliyyətli və daima bir addım öndə olmağa öngörməyə çalışır. Çünki ona görə bunu etməsə hər şey dağılacaq və ya ən pisi onu istismar edəcəklər. O təhlükədə olacaq. Kontrol beləcə qoruma illüziyasına çevrilib. Daimilik isə təhlükəsizliyə. Ona görə də yetişkin yaşda münasibətlərdə plan olmadan, aydınlıq olmadan özünü təhlükəsiz hiss edə bilmir. Rahat olma, qəbul etmə, güvənməkdə əziyyət çəkir. Ona görə yox ki, o çətin biridir. Ona görə ki, onun sinir sistemi hələ də uşaqlıqdakı kimi təhlükəsizliyə çalışır. Bu ego deyil. Bu sadəcə daxildəki qorxan uşağın hər şey etməyə çalışmasıdır ki, o çarəsizlik, gücsüzlük hissi ilə yenidən üzləşməsin. Burada şəfalanma o zaman başlayır ki, ətrafdakıları idarə etməyi buraxıb, o daxildəki görünməyi və hiss olunmağı gözləyən qorxmuş uşaqla üzləşəsən.